Fındığan kəndi fasiləsiz içməli su ilə təmin olunub. Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Xızı rayonunun Fındığan kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, aksiyanın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Layihə çərçivəsində Xızı rayonu Fındığan kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə mövcud su anbarı təmir olunub, kənd daxili şəbəkə yenidən qurulub və 4,4 km uzunluğunda yeni su xətti çəkilib. Bununla yanaşı siyirtmələr otağı və gözətçi məntəqəsinin binası əsaslı təmir olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə abonentlər üçün ümumilikdə 87 su sayğacı quraşdırılıb. Fındığan kəndinin 542 nəfərli əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam qarşılamaq mümkün olacaq. Qeyd edək ki, Xızı rayonu üzrə 11 yaşayış məntəqəsində 2132 abonentə su təchizatı xidmət göstərir. Həmçinin 2026-27-ci illərdə Şorabat kəndinin su təchizatı sisteminin yenidən qurulması üçün layihə və tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda 2026-cı ildə Xızı şəhəri və Altıağac qəsəbəsində təmir bərpa işlərinin aparılması planlaşdırılır. Kənd sakinləri layihənin məhz Heydər Əliyevin 103-cü il dönümündə istifadəyə verilməsini xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.